Raquf əsl kəşfiyyatçı idi. Bunun qanunda var idi yəqin. Birdən ruh kimi gəlirdi, biraz da çəkinirdik də, qaranlıqdır da. Anlatmaq mümkün deyil. Raquf gəldi, bir də Polad Əşimov. Bunlar ikisi də kiçik leytenant rütbəsində gəlmişdir mənim briqadım. Raqufun qrupu, bunlar getdilər, nəinki Qarabağ zonası, bunlar getdilər Ermənistanın Vardəniz rayonuna, Sevan gölün qırağına. Burada yalnız qəhrəmanlıqdan danışmaq lazım. Onlar getdilər, 10 gündən sonra 3 nəfəri gətirdilər. Raquf qaldı orada, qulluq elirdi. Ondan sonra dəfələrlə getmişdi kəşfiyyətə, o tərəfə. Onun da adını qoymuşdular Murovdov Kartalı. Raquf nə qədər getdi, bir dənə belə hadisə olmadı. Əsl kəşfiyyatçı idi. Mənə əskərlər danışırdı ki, bezdi postda durarkən birdən ruh kimi gəlirdi sakitcə Raquf. Gəlirdi, tapşırığını verirdi, elə də ruh kimi də birdən itirdi. Demirdi ki, mən getmişəm də.